Magistratura birinci cəhd imtahanı artıq yekunlaşdı. Hər kəsə təbrik edirəm. Gözünüz aydın, neçə aylardır çəkdiyiniz əziyyət nəhayət ki bir nəticəsini görəcək. İnşallah ki, mən suallara baxıram. Əslində suallar çox sadə suallardır. Əksəriyyəti keçən ilin qəbullarıdır və yaxud digər əvvəlki illərin qəbullarıdır. Eyni suallar təkrar şəkildə salınıb. Keçən il məsələn Futoshiki düşmüşdü oyunlar hissəsindən. Bu il Kakuro salınıb. Bu əvvəlki illərdə yox idi bu sual. Dedim bunun bir izahına bax. Amma çox da çətin Kakuro deyil. Boran sözünü soruşur bizdən. Yəni hər bir hərfin qarşılığını. Biz bu Kakuronu həll eləməyə başlayanda bilirik ki 0 və 2 rəqəmli olmaz və sətirdə və üstündə təkrarlanmamalı. Ona görə cəmi 4 eləyən rəqəmlər 2 ilə 2 ola bilməz. 1 ilə 3 olmalıdır. Bura 3 yaza bilmərəm çünki burada elə 3-ün özüdür. Ona görə bura 1 yazıram. Cəmi 3 eləyən bura 2-dir. Burada 3-dür. Cəmi 6 eləyən rəqəmlər 1, 2, 4, 1, 2, 3-dür. Cəmi 6 eləyən rəqəm 1, 2, 3-dür. 2 var deyə bura 1 yazıram, 3 yaza bilmərəm. Burada 2 yazıram. Burada 3 yazıram. Cəmi 7 eləyən rəqəmlər 1, 2, 4-dür. Bura 1 yazmalıyam. Yazsam bura 12 yazaram, olmaz. Bura 2 yazıram. Üzr istəyirəm, 2 var, 4 yazıram. Bura 1 yazıram. Bura 9 olsa 16 olmaq üçün burada 7 olacaq. Belə çıxır ki A-da 11-dir. Boran sözündə deməli 1, 11 və 9, 23 olacaq.